Salam, hörmətli abituriyentlər. Bugün Atabəylər, Eldənizlər dövləti haqqında danışacağıq. Əvvəlcə gəlin baxaq Eldəniz kim idi? Şəmsəddin Eldəniz Dərbənddə bir qul bazarından alınır və o gətirilir İraq Səlcuqlu Sultanlığına. Burada baxırlar ki, bu uşaq kifayət qədər ağıllı, təmkinli, savadlı, oxuması yazması olan bir gəncdir. Bunu daş daşımağa versək, olmur da, harab edirik də gənci. Bunu verirlər saray işlərinə. Verirlər saray işlərinə, sarayda da özünü göstərir. Eldəniz adlı gənc, Qıpçaq türkü, sarayda da özünü yaxşı tərəfdən göstərir. Və yavaş-yavaş yüksəlir, vəzifə artır. Vaxt ötür, zaman keçir, onun haqqında, onun sorağı gəlir çatır İraq Səlcuq Sultanına. Sultan ondan birbaşa artıq təmasda olur. Sultanın yaxın çevrəsindəki adamlardan birinə çevrilir. Sultanın hörmətini qazanır. O qədər ki, artıq Sultan ona etibar eləyir. Bu, kifayət qədər vaxt aparır. Bütün adamın ömrü gedir buna. 14-15 yaşından 30-40 yaşlarına qədər. Təsəvvür eləyin. Az müddət deyil. Və müəyyən mənada dövlət işlərində də yaxından iştirak etməyə başlayır. Sultan II. Toğrul onu oğlu Arslan Şahın Atabəyi elan edəcək. Gələcəkdə. Hələ buna var. Onun bütün bu xidmətlərinə görə əmir rütbəsinə qədər yüksəlir sarayda. İraq Səlcuqlu Sultanı Arranı, yəni gördüyünüz bu qırmızı bölgəni Şəmsəddin Eldənizə pay olaraq verir. İqta payı olaraq. Biz axı dedik, iqta verilirdi. Dövlətə xidmətə görə dövlət iqta verirdi. Eldənizə də Arran iqta olaraq verilir. Və Eldəniz 1136-cı ildə burada öz dövlətini, yəni Atabəylər dövlətini yaradır. Dövlətin də paytaxtı olur Naxçıvan şəhəri. 1160-cı ildə olur Böyük Atabəy. Yəni onun oğulluğunun taxta çıxması ilə Arslan Şahın. Təbii ki, o da uşaq olduğuna görə, düzdür, Sultan ölüb, oğlu, yəni Şəmsəddin Eldənizin tərbiyə etdiyi uşaq taxta çıxıb. 1160-cı ildə İraq Səlcuqlu Sultanlığına çıxır Şəmsəddin Eldənizin tərbiyə etdiyi həmin o şəhzadə uşaq. Təbii ki, o da gənc və daha doğrusu yeniyetmə olduğu üçün, dövləti idarə edə bilmədiyi üçün buranı da Şəmsəddin Eldəniz idarə edir. Yəni Şəmsəddin Eldəniz həm Atabəylər dövlətinin hökmdarıdır, həm də uşağı taxta çıxarıb onun adından İraq Səlcuq Sultanlığını idarə eləyir. Burasını ona görə sürətli keçmədim ki, sizə aydın olsun mövzu. Aydındır? Ümid edirəm ki, aydındır. İndi gəlin görək, Eldənizlər dövlətinin hökmdarları kimlər olub və nə işləri görüblər. Məsələn, Şəmsəddin Eldənizdən başlayaq. Yaxın və orta şərqdə qüdrətli dövlətə çevrildi onun dövründə Eldənizlər dövləti. Təsərrüfat, sənətkarlıq, ticarət canlandı, mədəni oyanış baş verdi. 12-ci əsrin 60-cı illərində Qəzvin, Fars, Ərdəbil, Nişapur, Həmədan, Gilan, Mazandaran, İsfahan, Rey, Mosul, Diyarbəkir, Kirman və Xuzistan tabe edilir. Şirvanşahlar dövləti asla salınır. Dövlətin sərhədləri şimalda Dərbənd keçidindən cənubda İran körfəzinə qədər uzanır. 50.000 nəfərlik daimi süvari ordu yaradır. Daimi özü süvari, yəni atlı 50.000 nəfərlik. Bu zarafat məsələ deyil o dövr üçün. Əmirlərin və iri feodalların hakimiyyəti məhdudlaşdırılır. 1161-ci ildə 3-cü Georginin qoşunları Ani şəhərini ələ keçirirlər. 1163-cü ildə isə Naxçıvan yaxınlığındakı döyüşdə 3-cü Georgini Atabəylər məğlub eləyir. 64-də də Gürcüstana hücum edirlər. Yenə məğlub edirlər Gürcüləri. Dəbili azad edirlər. 1175-ci ildə oğlu Məhəmməd Cahan Pəhləvanı Gürcülərin üzərinə yürüşə göndərir və yenə də Gürcüləri məğlub edirlər. Yəni Gürcülər bizə bir şillə atır. Biz Gürcülərə 3 şillə atırıq. Şəmsəddin Eldənizin dövründə Azərbaycan vahid dövlət halında birləşdirilir. Eldənizlər dövləti dövründə Azərbaycan vahid dövlət halında birləşdirilib. Bəs bundan qabaq Azərbaycan vahid dövlət halında hansı dövlətlərin tərkibində birləşdirilmişdi? Təbii ki, Sacilərin və Salarilərin.
Məhəmməd Cahan Pəhləvan gəlir Şəmsəddin Eldənizdən sonra. O çoxlu iqta torpaqları paylayıb feodalların arasında bölüşdürür. Təbii ki, ona yaxın olan feodalların arasında. Onun da atası kimi 50 min nəfərlik daimi nizami ordusu var idi. Paytaxtı köçürür. Naxçıvandan köçürür Həmədan şəhərinə 1175-ci ildə. Təbrizi Ağsunqürlərdən alır. Vilayətlərin idarəsinin oğulları arasında bölüşdürür. İqamətgahı Təbriz olan Azərbaycan və Arran qardaşı Qızıl Arslana tapşırılır. Yəni Şəmsəddin Eldənizin 2 oğlu var idi. Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan. Eldəniz öləndən sonra böyük oğul, yəni Məhəmməd Cahan Pəhləvan hakimiyyətə keçib, kiçik oğlu da dövlət işlərində yaxından iştirak edir. Əbubəkir isə Şəmsəddin Eldənizin nəvəsi Məhəmməd Cahan Pəhləvanın oğludur. Yəni Məhəmməd Cahan Pəhləvan qardaşı Qızıl Arslanı Əbubəkirin tərbiyəçisi təyin edir, yəni atabəyi. Müstəqilliyə can atan iri Səlcuq əmirlərinin müqavimətini qırır, mühüm dövlət vəzifələrinə ən yaxın adamlarını təyin eləyir, Gürcüstana uğurlu yürüşlər eləyir, atası ilə oxşar cəhətdir. Bir sıra qonşu hökmdarlara Eldənizlərin nominal hakimiyyətini qəbul etdirir, öz adına xütbə oxutdurur, əhər məliklərinə Eldənizlərin adından sikkə zərb etdirir. Xütbə oxutmaq nədir? Məsələn, cümə namazına gedir cəmaət, orada din xadimi danışır da, insanlara xütbə oxuyur. Dualar eləyirlər falan, orada hökmdarın adı çəkilir. Yəni, öz adına xütbə oxutdurur o deməkdir ki, burada hökmdar kimi Məhəmməd Cahan Pəhləvan adı çəkilib. Allah hökmdarımıza, Cahan Pəhləvan həzrətlərinə uzun ömürlər versin, dövlətimizi möhkəm etsin, bu kimi. Mosul, Hilat, Fars, Xuzistan Eldənizlərin hakimiyyəti buradan möhkəmlənir. Məhəmməd Cahan Pəhləvandan sonra onun qardaşı, kiçik oğlu Şəmsəddinin Qızıl Arslan gəlir hakimiyyətə. Qızıl Arslan hakimiyyəti dövrü 1186-1191-dir. Mərkəzi hakimiyyətə tabe olmaq istəməyən iri feodallar və saray müxalifətinə qarşı mübarizə aparır. 1190-cı il Həmədan döyüşündə Səlcuq Sultanı 3-cü Toğrulu və onun oğlunu məğlub eləyir. Baxın, İraq Səlcuq Sultanı 3-cü Toğrulu ilə onun oğlunu məğlub eləyir. Və 1191-ci ildə xəlifənin razılığı ilə özünü sultan elan edir. Burada məsələ nədir? Əvvəllər Eldənizlər İraq Səlcuqlu Sultanlığında uşaqları taxta çıxarırdılar, onun adından dövləti idarə edirdilər. Yəni, həm öz dövlətlərinin hökmdarı idilər, məsələn, Şəmsəddin Eldəniz, həm də İraq Səlcuq Sultanında bir uşağı çıxarırdılar hakimiyyətə, o böyüyənə qədər dövləti idarə edirdilər. Böyüyürdü, hər şey başa düşəndə aradan götürürdülər, başqa bir dənə uşağı çıxarırdılar taxta. Belə-belə dövləti idarə edirdilər. Amma özlərini İraq Səlcuq Sultanı adlandırmırdılar da, yəni demirdilər ki, biz İraq Səlcuq Sultanıyıq. Çünki o nəsildən deyirlər, bunlar Qulam nəslindəndirlər, yəni Şəmsəddin Eldəniz qul olub. Bunlar özlərini sultan elan edə bilməz. Amma Qızıl Arslan öz gücü hesabına 1191-ci ildə xəlifənin razılığı ilə özünü sultan elan edir, İraq Səlcuqlu Sultanı. Bundan sonra artıq hər vəclə çalışırdılar ki, bunu tez öldürsünlər İraqda. Tabelikdən çıxan feodal hakimləri yenidən mərkəzə tabe edilir. Qızıl Arslan isə tam tempo ilə gedir. Şirvanı hücum edib Şamaxını tutur. Axistana deyir ki, sən xeyrula vassalaslığına çıxmaq istəyirsən. Axistan yenidən Eldənizlərin vassalaslığını qəbul etməli oldu. Dövlətin sərhədləri Dərbənddən İsfahanadək olan əraziləri əhatə edirdi. Amma çox getmir. 1191-ci ildə o sui-qəsdlə öldürülür və onun sui-qəsdlə belə tez öldürülməsinin səbəbi də özünü sultan elan etməsi olmuşdu. Ondan sonra gəlir hakimiyyəti Əbubəkir. Əbubəkir feodal çəkişmələri güclənir. Onun dövründə Eldənizlərin tənəzzülü başlayır. 1194-cü ildə Xarəzmşah Təkəş Xorasan Rey və Həmədanı tutur. 1197-ci ildə Xarəzmşahlar məğlub edilir və Həmədan geri qaytarılır. Əbubəkirin qardaşı Özbək Həmədana hakim təyin edilir. Siyasi sabitlik yox idi, feodal ara müharibələri güclənmişdi, ölkə dağılırdı. Gürcü qoşunları da Azərbaycana dağıdıcı hücumlar eləyirlər. Özbəyin dövrü 1210-1225-dir, feodal ara müharibələri daha da qızışır, Eldənizlər dövlətinin tənəzzülü daha da güclənir. Azərbaycan Monqolların birinci yürüşünə məruz qalır, 1220-22-ci illərdə pis günə qoyurlar Azərbaycana. Sonra da sanki bir tükdən sallanmış Atabəylər dövləti Xarəzmşah Cəlaləddinin Təbriz hücumundan sonra 1225-ci ildə süqut edir. Yəni Xarəzmşah Cəlaləddin, Xarəzmşahlar Eldənizlər dövlətinə son qoyurlar. Atabəylərin paytaxtları Naxçıvan şəhəridir, Həmədan şəhəridir və Təbriz şəhəridir. Diqqət edək, Naxçıvan, Həmədan və Təbriz şəhərləri.
Bu da Eldənizlər mövzusu ilə bağlı video izahımız idi. Ümid edirik ki, hər birinizə faydalı oldu. İndi isə vəsaitimizdən mövzunu öyrənək. Hər kəsə uğurlar.